Səyyad Aram, o müsahibə vermişsə, deyirsiniz ki, vaxtında elm öyrəniydiniz, sənət öyrəniydiniz ki, adam kimi yaşayaydınız, 300, 400, 500 manat maaş almayaydınız. Mən institutu əla qiymətlərlə qutarmışam, universiteti. Mən illərlə zülüm çəkmişəm, sənət öyrənmişəm. 2004-cü ildə dünya kinosunun ulduzu Amitabh Bachchan şəxsən mənim haqqımda yarım saat ən gözəl sözləri deyib. Mən daha nə etməliydim ki, adam kimi yaşamaq üçün? Mən daha nə etməliydim ki, özümün şəxsi, gözəl, adıma, sanıma layiq evim eşiyim olmaq üçün Səyyad Aram? Deputat olub 7.000 manat maaş alıb insanları aşağılamaq sizin nə haqqınızdır? Nə haqqınızdır? Mən bugünə kimi 70'ə yaxın tamaşa oynamışam. Mən bugünə kimi 30'a qədər filmə çəkilmişəm. Mən bugünə kimi 4000, 3000, 4000'ə yaxın Azərbaycan poeziyasının ən gözəl şeirlərini səsləndirmişəm ki, insanlar qulaq assınlar. Bir balaca Azərbaycan ədəbiyyatından, Azərbaycan mədəniyyətindən, mənəviyyatından xəbərdar olsun. Mən daha nə etməliydim ki, heç olmasa işləyə bilim? Niyə? Niyə əxlaqsızların hər şeyi var? Niyə pozğunların hər şeyi var? Niyə? Mən kimdən əskiyəm? Belə deputat olub 7.000 manat, 6.000 manat maaş alıb insanları aşağılamaq, milləti əskilmək çox asandır. Amma mən adamlar tanıyıram ki, 3 institut qutarıblar, fəhləlik edirlər. Kimsiniz siz ki, insanları aşağılayırsınız? Qoyun kasıbçılığımızla ölək. Heç kimin ixtiyarı yoxdur ki, heç kim alçalsın. Və siz bu halınızdan deputatsınız güya. Mən hər gün ora-bura gedəndə, taksi ilə gedəndə, taksi sürən həkim də görürəm, müəllim də görürəm, vəkil də görürəm, polis də görürəm. Və sizsə hədyan danışırsınız, ayıbdır sizə. Ayıbdır. Və siz deputatsınız, siz demirsiniz ki, bu insanların yaşamağa haqqı var, gəlin bu insanlara